Fəxrəddin Manafovun yoxa çıxan qardaşı Marat. Deyirlər onun başını Əliyevlər yeyib. Neft və Təmtəraq kitabından bir hissə. 1993-cü ilin iyununda Amokadan Todd Doss və BP-dən Eddie Whitehead yeni neft razılaşması variantını Azərbaycanın neft rəsmilərinə təqdim edirlər. Bu vaxt içəri 3 nəfər girdi. Onlardan biri özünü Heydər Əliyevin yeni neft vasitəçisi olduğunu elan etdi. Ortaya kağızlar qoydu və dedi ki, bu yeni kontraktın modelidir. Qərbin neft bossları gördüklərinə inanmayıblar. Prezident aparatına zəng ediblər ki, bu adam kimdir? Aparatdan təsdiq ediblər ki, gələn adam doğru deyir. Steve Levine yazır ki, bu Marat Manafov idi. O özünü keçmiş polis işçisi kimi təqdim edirdi və deyirdi ki, pulu biznesinə xammal alveri ilə qazanıb, Slovakiyada özünün futbol klubu var. Manafovun kontrakt modeli kimi təklif elədiyi Levine yazır ki, razılaşmalar üçün yaramırdı və qərblilər fikirləşirdilər ki, bu yəqin Azərbaycanın zarafatıdır. Levine yazır ki, ən maraqlısı həmin toplantıya Manafovun necə başlaması idi. Hamı nəhəng stolun arxasında əyləşdi. Amerikadan, Kanadadan, Britaniyadan və Almaniyadan olan neft rəhbərləri. Çoxsu cibindən biznes kartları çıxarıb bir-birinə verirdi. Manafov isə Hollywood kinolarında Clint Eastwood kimi tapancasını çıxarıb stolun üstünə qoydu. Ondan sonraki görüşlər də belə başlayırdı. Manafov 9 mm-lik kaliberli tapancasını əvvəl stolun üstünə qoyurdu, sonra danışıqlara başlayırdı.